Axşamınız xeyir, əziz dostlar, əziz kilsə. Yandırmışsın? Добрый вечер, дорогие друзья, дорогая церковь. Xoşdur sizi görməyə burada. Xoşdur Приятно вас всех видеть и быть с вами. Bu gün maraqlı bir mövzumuz var sizinlə. Сегодня у нас есть интересная тема, о которой я хочу поделиться. Deməli, bu əslində bizim imanımız barədədir. Это о нашей вере, Bizim iman yolumuz barədədir. о нашем пути веры, Həyat yolumuz barədədir. о нашем пути жизни. İstərdim ki, ilk öncə həm bizə baxanlar, həm bu zalda olanlar özünüzə belə bir sual verin. Хотел бы, чтобы смотрящие нас и все в этом зале задались таким вопросом. Mən xilas olmuşam. Вот я спасен, Bəs həyatım necə dəyişibmi? но что насчет моей жизни? Изменилась ли она? Bu yaxşı sual. Хороший вопрос. Ki biz bunu verməliyik özümüzə. Мы должны задаваться этим вопросом. İlk əvvəl demək istəyirəm ki, bu vacib olan həqiqəti yadımıza salaq. Хочу отметить, чтобы мы вспомнili эту важную истину. Nədir bizim xilasımızın əsası? Что является основанием нашего спасения? Yəhyanın müjdəsi 3-cü fəsil 16-cı ayə bu Bibliyanın qızıl ayəsi sayılır. Иоанна 3:16 считается золотым стихом Библии. Yazır ki, ona iman edən həlak olmaz. Написано, что верующий в него не погибнет, Amma əbədi həyata malik olur. но будет иметь жизнь вечную. Eləcə də Efeslərə məktub 2-ci fəsil 8-9-cu ayələr Pavel deyir ki, siz lütflə iman vasitəsilə xilas olmusunuz. Также в Ефесянам 2, 8, 9 Павел говорит, что благодатью вы спасены через веру. Bu sizin nailiyyətiniz deyil, И это не от вас, əməllərdən asılı deyil, это не зависит от дел, Allahın ənamıdır. это Божий дар. Və bu bizə göstərir ki, xilas yalnız imanladır, elə deyil. И это показывает нам, что спасение только по вере. Bu bizə göstərir ki, xilas bu bizim üçün verilən bir Tanrının hədiyyəsidir. Это показывает, что spасение – это Божий дар. Və eləcə də biz başa düşürük ki, xilas itirilməzdir. И также мы понимаем, что спасение нельзя потерять. Amma çox maraqlı ki, məsələ bununla tam bitmir. Но интересно, что все не завершается на этом. Və bunun davamı var. И есть продолжение. Efeslər 2-ci fəslin 10-cu ayəsində Ефесянам 2:10 deyilir ki, biz yaxşı əməllər üçün deməli yaradılmışıq. написано, что мы Его творение, созданные на добрые дела. Bax, bu çox vacib bir məqamdır dostlar. Это важный момент, друзья. Çox vaxt imanlılar bu məqamı doğru anlamırlar. Часто верующие неправильно понимают этот момент. Bunu istəyirəm yadda saxlayaq ki, əməllər xilasımızın səbəbi deyil, amma nəticəsidir. Хочу, чтобы мы запомнили это, что дела не причина нашего спасения, а его результат. Amin. Xilas, Аминь. Əməllər xilasın səbəbi deyil, nəticəsidir. Дела не причина спасения, но результат спасения. Və sual verə bilərsiniz ki, yaxşı, əgər əməl yoxdursa, deyə bilərikmi ki, insan xilas olmayıb? И можете задаться вопросом, а что если нет дел, то можно ли сказать, что человек не спасен? Yaxşı sualdır. Хороший вопрос, не так? Kimsə iman edib, Кто-то uверовал, insanın həyatında əməl görmürsən. но ты не видишь в его жизни Sən belə дел. bir mühakimə yürüdüb deyə bilərsənmi ki, o adam ümumiyyətlə xilas olmayıb? А можешь ли ты сделать такое суждение о том, что этот человек не был спасен? Xeyr. Нет. Yalnız əməl görmədiyimiz üçün bir insanın xilas olmadığını qəti şəkildə deyə bilmərik. Ни в коем случае мы не можем говорить, что кто-то не спасен просто из-за того, что у него нет дел. Niyə? Почему? Çünki Bibliya deyir ki, xilas ancaq imanla olur. Потому что Библия говорит, что спасение дается только по вере, Əməllər isə xilasın nəticəsidir. а дела – результат спасения. Və insan ürəyini ancaq Allah bilir, biz bilmirik. И сердце человека знает только Бог, не мы.
Amma eyni zamanda Но в то же время, əgər insanın həyatında heç bir dəyişiklik yoxdursa, если в жизни человека нет никакого изменения, heç bir yaxşı deməli əməl, bir bəhrə, itaət yoxdursa, никаких добрых дел, нет никаких плодов или послушания, və bax bu onun imanının həqiqiliyini sual altına qoyur. это ставит под вопрос искренность его веры. Yəni nə demək istəyirəm burada? Что я хочу Yaqub сказать? məktubu 2-ci fəslin 17-ci ayəsində yazı deyir ki, iman əməllərsiz ölüdür. Иакова 2:17 написано, что вера без дел мертва. Yəni balans belədir. То есть баланс такой. Əməllər xilas etmir, Дела не спасают, amma həqiqi iman mütləq bəhrə verməlidir. но истинная вера обязательно должна давать плоды. Bəs nə deməkdir ölü iman? Но что значит тогда mертвая вера? Yəni Yaqub 2:17-nin kontekstində В контексте Иакова 2:17 ölü iman o imandır ki, sözdə var, amma мертвая вера həyatda təsdiqlənmir. это та вера, которая есть на словах, но не подтверждается жизнью. İnsan Allahı qəbul edir, Человек принимает Бога, amma heç bir itaət və heç bir dəyişiklik yoxdur həyatında. но у него нет никакого послушания или изменения в жизни. İnformasiya var, bilik var, Есть информация, есть знание, amma nəticə yoxdur, bəhrələr yoxdur. нет плода, нет результата. Yəni bu iman, yəni həqiqi etibar və təslim olma deyil. И такая вера не настоящее доверие и послушание. Sadəcə inanıram deməkdir. Это просто значит, что я верю, Amma həyat tərzi dəyişir. но образ жизни не поменялся. Yəni sadə dillə desək, ölü iman bu hərəkətsiz, fəaliyyətsiz, bəhrəsiz imandır. Простыми словами, mертвая вера – это Hərəkətsiz, вера fəaliyyətsiz, без движения, без, bəhrəsiz imandır. без какого-либо действия или без плода. Və Yaqub bunu belə vurğulayır. И Иаков отмечает это так. Əgər iman həqiqidirsə, o mütləq deyir ki, bəhrə verməlidir. Он говорит, если вера искренняя, то она должна приносить Yəni плоды. orada hökmən məhəbbət görünməlidir. Orada sənin itaət sənin itaət deməli addımların olmalıdır. Там должна быть видна любовь, должны быть видны твои поступки, Və послушания, sənin yaxşı əməllərin olmalıdır. и должны быть твои добрые дела. Yəni biz yenə də deyirik, xilasdan danışmırıq, amma biz imanın həqiqiliyindən və ya ölü olmasından danışırıq. И теперь мы, опять же, говорим не о спасении, а о настоящности веры и Amma balansı yenə də yadda saxlayaq dostlar. но давайте запомним баланс. Əməllər xilas etmir. Дела не спасают, Amma həqiqi iman mütləq əməllər doğurur. но настоящая вера рождает дела. Başqa cür də deyə bilərik ölü imanı. Мы также можем сказать по-другому про эту mертвую веру. Ölü iman bu sadəcə inandığını deyən, amma həyatında heç bir dəyişiklik olmayan imanlıdır. Мертвая вера – это бывает у того верующего, который просто говорит, но не имеет изменений в жизни. Həqiqi imansa söz deyil. Yəni həqiqi imansa sözlərdə deyil. Mütləq orada А настоящая вера, она не только в словах. itaət olmalıdır, Там обязательно есть послушание, həyatında dəyişiklik olmalıdır есть изменения в жизни, və bu görünməlidir. и это должно быть видно. İndi gəlin əsas mövzuya keçək. Mövzu bu deyil əslində. Давайте перейдем теперь к основной теме. Это не наша основная тема. Xristianlığın istəyirəm ki, 7 mərhələsinə baxaq. Я хочу, чтобы сегодня мы разобрали 7 этапов Necə христианства. imanlı bu mərhələlər boyu addım inkişaf edir. Как верующий поэтапно развивается по этим этапам. Birinci mərhələ bu, buna elə bu cür başlaya bilərik, deyə bilərik. İman edən kəs, iman etdi insan, imanlı oldu. Первая ступень – это верующий человек. Это человек, который уверовал и стал верующим. İman edir, amma ruhani həyatı hələ də zəifdir. Он уверовал, но его духовная жизнь еще слаба. Yaqub 2:19 deyir ki,
sən Allahın tək olduğuna inanırsan, çox yaxşı edirsən. Cinlər də inanır, titrəyir. Иакова 2:19 написано: «Ты веруешь, что Бог един? Хорошо делаешь. И бесы веруют и трепещут». Yadınıza düşür Lotun hadisəsi. Вспоминаете Ümumiyyətlə Lot. события с Лотом? 2 Pyotr 2-ci fəsil 7-8-ci ayələr. 2 Петр. 2 Pyotr məktubu 2 Петра 2-ci fəsil 7-8-ci ayələrdə 2, 7 и 8. deyir ki, pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən Salih Lut qurtardı. Onların arasında yaşayan bu salih insan gün və gün onların qanunsuz əməllərini görüb eşidib öz salih ruhunda əzab çəkirdi. А праведного Лота, утомленного обращением между людьми неистово развратными, избавил, ибо праведник, живя между ними, ежедневно мучился в праведной душе, видя и слыша дела беззаконные. Lut xilas olmuşdu, Лот был спасен, amma imanı zəif idi. но у него вера была слабая. Sodomda yaşayırdı, amma heç kəsə təsir edə bilmirdi. Он жил в Содоме, и, получается, он не мог повлиять ни на кого. Özü əzab çəkirdi. И сам мучился. Xilas var, Есть spasение, amma elə bil təsir yoxdur. но у него нет влияния. Sənin Bibliyan var, У тебя есть Библия, amma sən o Bibliyanı çox nadir hallarda açırsan. но ты очень редко открываешь ее. Duanı o vaxt edirsən, nə vaxt ki, həyatında böhran vəziyyətlər Молишься только в кризисные периоды в своей жизни. Pis xəbər eşitmisən, Например, услышал evliliyində hansısa bir problem var, плохую новость или проблемы в браке, həyat ağırdır, или жизнь yəni трудная. heç bir ümid yerin yoxdur və sən o zaman gedirsən, dua edirsən, Bibliyanı açırsan. Нет никакой надежды, и вот тогда ты идешь, молишься и открываешь Və Библию. yaxud da sənin imanın adi halda görünmür. Gərək kimsə səndən soruşsun ki, sən iman etmirsən, xristiansan, o vaxtı bəlkə bilinəcək ki, sən iman etmirsən. И обычно твою веру не видно со стороны, и нужно, чтобы кто-то спросил, а ты верующий, ты христианин, и только тогда они могут узнать, что ты верующий. Bazar günü toplantı vaxtı sənin həyatın xristian həyatı olur. Воскресным утром, в воскресенье во время служения твоя жизнь христианская, Amma bazar ertəsindən növbəti bazar gününə qədər həyatın imansız həyat, imansız insan həyatından heç nə ilə fərqlənmir. а дальше от понедельника до следующего воскресенья твоя жизнь ничем не отличается от жизни Biz неверующего. indi birinci mərhələdən danışırıq. Мы говорим о первой Bu ступени. mərhələdə iman var, На этой Amma ступени çox есть вера, təhlükəlidir. но она Təhlükəlidir. очень опасная. Yəni, baxın, sadəcə iman etmək heç vaxt finish xətti olmayıb. Просто уверовать никогда не было финишной чертой. Yəni iman etdim və salam. Bu bununla belə olmur. Никогда не было так, что я поверил и все. İman həmişə o start xəttidir, yəni başlanğıc nöqtəsidir. Вера – это та черта старта, это начало. Tanrı elə nəzərdə tutub ki, bizim həyatımız, bu xristian həyatımız, o ki, İsa Məsih vəd edir, deyir ki, bol həyatınız olacaq. Bu fəaliyyətli bir həyat olmalı, hərəkətli bir həyat olmalı. Bог обещал, что ваша христианская жизнь будет с избытком, и Он хочет, чтобы она была наполненная. Amma çox təəssüf Olmayan ki, çox imanlılar, onlar istəyirlər birinci mərhələdə qalsın. Но, к сожалению, очень многие верующие желают остаться на первом уровне. Niyə? Çünki çox rahat. Потому что там очень удобно. Səndən heç nə tələb olunmur. Ничего от тебя не требуется. Elə görünür ki, iman etdim və salam, kifayətdir hər bir şey. И ощущается, что вот я поверил, и все, этого Ama bak, достаточно. xilas, iman bu bir qapıdır ki, açıldı. Но спасение через веру – это дверь, которая открылась. Və sən həyata daxil olursan. И ты входишь в жизнь, Yola çıxırsan elə. выходишь в путь. Və təəssüf yenə edirəm, əksər imanlılar onlar etiraf edirlər ki, onlar elə bu mərhələdə təqab olurlar. И, к сожалению, очень много верующих сами исповедуют, что они остаются на этом Amma уровне. Tanrı istəyir ki, biz davam edək. Növbəti mərhələlər var. Но Бог хочет, чтобы мы продолжали, потому что есть следующие уровни. Və mən inanıram ki, bizim Rəblə biz gəzdikcə, Rəblə olan münasibətlərimiz və Tanrı bizim həyatımızda iş görür, əgər biz icazə verirsə və biz keçirik o bir mərhələlərə.
Я верю, что по мере того, как мы живем, как мы растем, Бог нас учит и помогает нам перейти на следующий Məsəl üçün, уровень. ikinci mərhələ nədir? Например, в чем заключается второй Bunu belə уровень? bir adlandıra bilərik ki, bu mərhələdə sən iştirak edirsən. Можем naзвать его, İştirakçı. это уровень участия. Sən kilsəyə gedirsən, Ты идешь в церковь, amma hələ də iman həyatını yaşamırsan. но все еще не живешь верующей жизнью, Ə, жизнью веры. Məsəl üçün fariseylər yada salaq. Давайте vспомним фарисеев. İsa deyir ki, onlar ibadət edirlər Иисус говорит, они поклоняются Allaha, Богу, amma ürəkləri uzaq idi Allahdan. но их сердца были далеки от Elə Бога. bir müəyyən bir forma var idi, То есть была некая zahiri форма, forma var, amma həyat yox idi. Düzdür? была внешняя форма, но не было жизни. Elə bir sənin xristian həyatın yavaş-yavaş çevrilir bir rutinə çevrilir, rutin olur. То есть твоя христианская жизнь Да, со это временем верно. превращается в рутину, и Бог не Ki работает. sən fikirləşsən, hər bazar, hər çərşənbə günü bizim ağımızda kilsəyə getməliyəm. И ты думаешь, что вот в нашем случае это среда и воскресенье, каждая среда и воскресенье должен идти в Artıq церковь. bilirsən, deməli, xidmət necə keçməlidir, И ты знаешь, как проходят служения, hansı mahnılar oxunur, какие песни поем. təqribən pastor nə haqda vəz eləyəcək, onu da müəyyən etmək olar. Также можно примерно определить, о чем будет проповедовать пастор. Hətta cümlələrini özün də bitirə bilərsən, indi bunu deyəcək. Ты можешь даже доканчивать за ним предложение. Kim harda oturub sən təqribən bilə bilərsən. И ты примерно знаешь, кто где сидит. Yəni bir xristian, sənin xristianlığın demək olar ki, yalnız kilsə binasında qalır. И можно сказать, что твое христианство осталось где-то в пределах здания церкви. Sən orada hər şeyi yaxşı bilirsən, Там ты все хорошо знаешь, amma onun kənarına çıxmır. но оно не выходит за пределы здания. Elə bir sən elə fikirləşsən ki, sənin iştirakın bu bir itayətdir və ora gəlməyin bir səni sahibi göstərir. Ты, возможно, думаешь, что твое участие там это послушание, и то, что ты приходишь, показывает твою верность. Burada ehtiyatlı olmaq lazımdır. Но нужно быть осторожным в этом. Çünki Yeşaya peyğəmbərin kitabının 29-cu fəslinin 13-cü ayəsində Исайя 29:13 deyir ki, bu xalq dodaqları ilə məni şərəfləndirir, amma ürəkləri məndən uzaqdır. написано: «Этот народ приближается ко мне устами своими, языком своим чтит меня, сердце же его далеко отстоит от меня». Tanrının məqsədi təkcə o deyil ki, biz o məktəbə gedən kimi gələk gedək. Məqsəd bunda deyil. И цель Бога не в том, чтобы мы просто приходили и уходили как Düz başa düşün, şkola. demək istəmirəm ki, gəlmək lazım deyil. Əksinə, Поймите правильно, я не хочу сказать, что не нужно приходить. İbraniler Наоборот, 10:25-də deyir ki, toplantılarınızı tərk etməyin. Belə deyil. Евреям 10:15 написано, что не покидайте собраний своих. Bu o demək ki, bir-birinizi tərk etməyin. Это значит, что не покидайте друг друга, Çünki kilsə bu bədəndir, bu imanlılardır. потому что церковь — это тело, это верующие. Amma bizim ürəyimiz necə Yeşaya 29:13-dəki kimi Allahdan uzaq ola bilər, baxmayaraq ki, biz buradayıq. Но наше сердце может отстоять от Бога далеко, в то время как мы здесь, как написано в Исаии Toplantıya gəlmək 29:13. gözəldir, Приходить на служение — это прекрасно, amma toplantı ilə bitmir iş. но все не завершается на этом Toplantı ilə служении. başlayır əslində bizim həyatımız. На этом собрании наша жизнь начинается. Biz burada eşidirik Rəbbin sözünü. Здесь мы слышим Божье Слово. Biz burada Məsihin bədənində Rəbbə sitayiş edirik, bir-birimizlə o mübadillər var, münasibətlər var. Здесь мы поклоняемся Христу, и у нас есть отношения друг Biz с другом doluruq в теле. burada. И здесь мы наполняемся. Məqsəd odur ki, bunun kənarına çıxaq. И цель в том, чтобы мы вышли за пределы этого. Tanrının məqsədi o deyildi ki, imanlılar Yerusəlimdə qalsınlar. Amma məqsəd o idi ki, onlar Yahudiyaya, Samariyaya, dünyanın sonuna qədər getsinlər. Цель Господа не была в том, чтобы верующие остались в Иерусалиме. Его цель была в том, чтобы они вышли за Иерусалим, в Иудею, Самарию и до краев земли. Beləliklə, toplantı kilsə bu başlanğıc, finiş xətti yox, start xəttidir. Поэтому Buradan biz gedirik.
собрание, церковь – это не konец, а начало. И отсюda мы идем. Bu o yer deyil ki, biz o banka aparıb neysə qoyan kimi, depozit qoyan kimi, pul qoyan kimi burada da bir kilsə binası fikirləşirik ki, hə, gətirdik, bura qoyduq, burada oldu, əssalam, mən yerinə yetirdim hər şeyi. Это не то место, как мы ходим в банк и делаем там депозит и уходим, и надеемся также с этим, что мы приходим в церковь. Я пришел, был здесь и ушел. И этого достаточно. Əksinə, kilsə həmin o yer ki, sənin imanını yanacaq kimi, imanını alovlandırır. Наоборот, церковь – это то место, где твоя вера возгревается топливом. Və sonra sən çıxırsan bu həyata. И тогда ты выходишь в эту жизнь. Amma təəssüf ki, bəzilərin həyatında bu ikinci mərhələ bazar günündən və ancaq bu vaxtlar olur. К сожалению, у многих в жизни это жизнь бывает от воскресенья к воскресенью. Sən bazar günü qəbul edirsən, ты принимаешь воскресенье, və bazar ertəsi artıq boşsan. И к понедельнику ты уже пуст. Yəni bir qabda bir deşik var. Как Sən будто dolursan, в емкости есть дыра. birinci gün heç nə qalmır. Ты наполняешься, а на следующий день уже ничего не остается. Ancaq bura gələndə sən Bibliya açırsan. И только приходя сюда, ты открываешь свою Библию. Amma həftə ərzində sənin söhbətlərin, həyat tərzin kilsəyə gəlməyənlərdən heç bir fərqi yoxdur. Но в течение недели твой образ жизни, твои разговоры ничем не отличаются от тех, кто не приходит в церковь. Növbəti mərhələ, bu üçüncü mərhələ. Biz geri-gedə progressiv yaxşılığa doğru gedirik, narahat olmayın. Третья ступень, и мы потихоньку продвигаемся, прогрессируем к лучшему, не беспокойтесь. Baxmayaraq ki, hələ ki biraz pis görünür, bəlkə depressiv görünür. Несмотря на то, что это может поначалу выглядеть плохо или депрессивно. Amma bu normaldır, biz bunlardan keçməliyik. Keçir imamlar. Но это нормально, и Yaxşı halda мы проходим через это, и верующие проходят через это в лучшем случае. Возможно, мы проходили. Üçüncü mərhələ bu istehlakçıdır. İstifadə edən, neysə. Третья ступень – это пользующий, потребитель. Deməli, çox eşidir, Он много слышит, amma tətbiq etmir. но не применяет. Baxın, Luka 10-cu fəsil 38-dən 42-yə kimi Luka 10:38 до 42. iki bacı var idi orada, Məryəm və Marta. Там было две сестры, Мария и Марфа. Və yazı bizə onların müqayisəsini verir. И Писание дает нам их сравнение. Və deyir ki, Məryəm dinləyirdi İsanı. Написано, что Мария слушала Иисуса, Marta isə xidmət edirdi. а Марфа служила. Amma bizim həyatımızda çox vacibdir, hər birimizin həyatında balans olmalı. Но в жизни каждого из нас должен быть баланс. Bizim biliyimiz arta bilər, Наши знания могут умножаться, amma həyatımız da dəyişilməlidir buna uyğun olaraq. но и наша жизнь должна меняться соответственно. İkinci mərhələ çox, o da rahat idi birinci mərhələ kimi. Vторой уровень был тоже удобный, так же, как и первый. Çünki sənin öz cədvəlin var idi. Потому что у тебя был свой график. Üçüncü mərhələ ikiyə baxanda daha təhlükəli görünür. Tretья ступень выглядит немного опаснее по сравнению со Amma второй. statistika deyir ki, 99% imamlar, xristianlar üçüncü mərhələyə qədər gəlirlər. Onlar yanına çox az olub keçirlər. Статистика же говорит, что 99% христиан доходят до третьей ступени. Hardasa bənzəyir ikinci mərhələyə. Yəni Она daim kilsəyə похожа gəlirsən, на второй уровень. Ты постоянно приходишь в церковь, ilahilər oxuyursan, ты поешь песни sözlərini прославления, bilirsən, ты знаешь их müxtəlif слова. ola bilər xristian kanallarına abunə olmusan, Возможно, ты подписан на некоторые христианские xristian kitabları каналы, oxuyursan, читаешь христианскую литературу. ola bilər hətta kilsədə xidmətlərin var. Məsəl üçün kimsə qapıda qarşılayırsan, Возможно, у тебя есть служение в церкви, ты приветствуешь людей у двери, ola bilər hansısa başqa bir xidmətlə məşğulsan, или təmizləyirsən, занят каким-либо другим служением, mikrofon qoyursan, aparatura daşıyırsan, fərqi yoxdur. убираешь, Uşaq ставишь xidmətindəsən. микрофоны или в детском Və служении. əlbəttə ki, könüllü xidmət edirsən. И, конечно же, это добровольно. Kənardan baxanda elə görünür ki, bu
nə gözəl, nə sadiq, imanlı bir xristian. Со стороны это выглядит как какой верный и хороший верующий. Amma mümkündür ki, imanlı özü başa düşür ki, mənim həyatımda dəyişiklik yoxdur. Но возможно, что верующий, tот самый верующий сам понимает, что в его жизни нет изменений. Yazıda İbranilərə məktub 5-ci fəslin 12-ci ayəsində deyir ki, bu vaxta qədər siz müəllim olmalıydınız, amma yenə də başlanğıc həqiqətləri öyrənmək üçün kiməsə ehtiyacınız var. Евреям 5:12 написано, что вы должны были быть уже учителями, но вы все еще нуждаетесь в молоке. Bazar günü sən sözü eşidirsən, В воскресенье ты слышишь слово, bu kilsə həyatı, bütün bu səni hərəkətə gətirir, и вот эта жизнь церкви, она побуждает тебя к действию, amma həftənin sonuna qədər artıq sən unutursan demək olar, yenə də. но ближе к концу недели ты уже забываешь все. İbadət həyatında bir emosiya yaradır, И поклонение создает какие-то эмоции в твоей жизни, amma bu uzun müddət çəkmir. Yəni No. emosiyadır çünki. они не длятся долго, потому что это эмоции. Bibliya ayələrini bilirsən, И ты знаешь стихи из Библии, amma onları xarakterə çevirmirsən. но не превращаешь их в характер. Və bu səviyyə, bu mərhələ də komfort mərhələdir. И этот уровень тоже является зоной комфорта. Sən buradan çıxmaq üçün gərək nəyisə qurban verirsən. Чтобы выйти отсюда, ты должен пожертвовать чем-то. Gündəlik olaraq həyatında qərar verməlisən. Ежедневно Adicən getmək üçün. ты должен принимать решения в своей жизни, следовать за Bax, Христом. bundan sonraki mərhələlər artıq biraz daha ciddiləşir. Çünki sən artıq qərar verirsən. И уровни после этого начинают становиться серьезнее, Məsəl üçün 4-cü mərhələdə olan потому imanlı, что ты принимаешь решения. И вот 4-й уровень, bunu adlandıra bilərik nizam-intizam, disiplin. можем назвать Мэрхэлэс. его дисциплиной. Bu adamın həyatında konkret olaraq bir nizam var. У этого человека в жизни есть определенная дисциплина. Onun dua həyatı var, У него есть молитвенная жизнь, Tanrıya itaət edir, yazıları araşdırır, он послушается Богу, изучает Писание. Məsəl üçün Danielin həyatı gözəldir. Например, жизнь Даниила очень прекрасна в этом Biz baxın примере. görürük, Daniel hər gün dua edirdi. Müəyyən saatlar onun var idi, vaxt var ki, o həmin vaxtı edirdi bunu. Мы видим, что Даниил каждый день молился в определенные часы. Yazı deyir, hətta təhlükə vaxtında belə bunu edirdi. Писание говорит, что даже во время opasности он делал это. Yəni bu nə demək? Что это значит? Bu demək ki, iman artıq səni həyat tərzinə çevirir. Это значит, что вера уже становится твоим образом жизни. Əvvəllər bu sözdə idi Раньше это было на və bunun словах sənin həyatda o qədər təsiri yox idi. и не имело такого. Amma indi sən artıq Vpływa na qərarlar twoją жизнь. çıxartırsan və Но сегодня ты уже принимаешь bu решение, sənin həyatındır. и это твоя жизнь. Və bu demək ki, yol artıq daralır. Это означает, что путь сужается. O demək ki, sən səhər qalxırsan, dua edirsən. Это значит, что ты утром просыпаешься, молишься, Müqəddəs kitabını müntəzəm şəkildə oxuyursan, ты читаешь Слово Божие дисциплинированно. ona görə yox ki, özünü ruhani hiss edəsən. Не для того, чтобы чувствовать себя духовно, Ona görə ki, həqiqətən sənin ehtiyacın var buna. но из-за того, что у тебя есть действительно нужда. Həyatında bəzi şeyləri artıq yox deməyi bacarırsan. Ты уже можешь говорить нет определенным вещам в своей Bunu sənin жизни. ətrafındakılar da görməyə başlayır. И люди вокруг тебя начинают это Dostların, ola замечать. bilər iş yoldaşların, ailə üzvləri. Друзья, коллеги или члены семьи. Bəlkə bu münasibətləri gərginləşdirəcək. И, возможно, это сделает отношения напряженными, Çünki sən artıq əvvəl kimi deyilsən. потому что ты уже не такой, как прежде. Əvvəl kimi hər şeyə gülmürsən, belə deyək. Ты больше не смеешься над всем, как раньше. Həmin o adamlarla eyni gəl belə deyək, lazımsız məclislərə getmirsən. Ты больше не idешь на ненужные собрания с этими людьми. Əgər əvvəllər Allah barədə danışmaqdan utanırdınsa, çəkinirdinsə, qorxurdunsa, indi isə sənin bütün fikrin budur ki, necə mən onlara xidmət edeyim ki, onlar eşitsinlər. Если раньше ты сторонился и боялся говорить о Боге, то сейчас ты только об этом и думаешь, как же я могу привлечь их к Богу. Yazıda Luqanın müjdəsində İsa Məsih deyir ki, kim öz çarmıxını daşıyıb mənim ardınca gəlmirsə, mənim şagirdim ola bilməz. В Евангелии от Луки написано, что кто
не nесет свой крест за mной, tот не может быть моим Yəni bu учеником. deməkdir ki, biz qərar verməliyik həyatımızda. Это значит, что мы должны принимать решения в своей жизни. Gündəlik olaraq mən həyatımda qərar verirəm ki, mən nesin ardınca getmək Я istəyirəm. ежедневно принимаю решение идти за Христом. Yəhya 14:23-də isə deyir ki, məni sevən mənim əmrlərimi riayət edir. Иоанна 14:23 написано, что любящие меня следуют заповедям моим. Və bu əsl itaətdir. И это настоящее Yəni bu artıq послушание. nəzəriyyə deyil. Это уже не teория. Bu artıq sənin həyatında elə bir həyatda təsir, həyatda nəyisə itirirsən sən artıq. И ты уже действительно теряешь что-то в жизни. Allahın sözü sənin həyatında o qədər dərində gizlənir ki artıq. И Слово Божие настолько глубоко посажено в твоей жизни, Ki bu sənin instinktiv reaksiyalarını belə dəyişir. что оно меняет даже твои инстинктивные реакции. 119-cu məzmur 11-ci ayədə deyilir ki, nə deyir orada? Sözünü ürəyində gizlətmişəm da. Псалом 118:11 написано, что «Сокрыл я Слово Твое в своем сердце». Bir çox insan 4-cü mərhələyə bir neçə dəfə cəhd edir. Bir çox insan 3-dən 4-ə keçmək istəyir. Многие люди пытаются перескочить с 3 на 4, Amma həyat biraz sürətlənəndə, çətinləşəndə yenidən qayıdırlar 3-cü mərhələyə. но когда жизнь становится немножко быстрее и тяжелее, они возвращаются на 3 уровень. Amma burada da maraqlı bir məqam var, tələ var. И здесь тоже есть интересный момент, ловушка. Yəni ki, 4-cü mərhələdə olan o disiplina öz-özlüyündə tələ ola bilər sənin üçün. Вот эта самая дисциплина на 4 уровне сама может стать ловушкой для тебя. Yəni illər boyu sən ruhani o ritualları edə bilərsən, Ты можешь годами повторять эти духовные ритуалы, amma həmişə mərkəzə özünü qoyursan. но всегда иметь в центре себя. Fikirləşirsən ancaq öz proqresivi, Не всегда ты думаешь именно о своем прогрессе, öz müqəddəsliyin barədə düşünürsən. думаешь о своей святости. Başa düşürsünüz nə danışıram? Понимаете, о чем я? Mən daha çox bilmək istəyirəm, mən daha çox etmək istəyirəm və s. və s. Это значит, я хочу знать больше, я Və хочу bu делать больше. bir hardasa, yəni bəlkə də fariseyliyə çevrilə bilər, ehtiyatlı olmasa əgər. И это может превратиться в некое фарисейство, если не быть осторожным. Və budur 5-ci mərhələ. И вот 5-й этап. Artıq xidmətçi mərhələsidir. Это уровень служителя. Sən başqalarına xidmət edirsən. Ты служишь другим Və heç bir şey də təmənnasız, heç nə qarşılığında gözləmirsən. и ничего не ожидаешь в ответ. Yaxşı bir misal deyim sizə bu Samariyalı, yaxşı Samariyalı. Назову вам хороший пример. Misal Это Luka 10-cu пример доброго самарянина. O gəldi, heç tanımırdı o xəstə olanı, daha doğrusu quldurlar tərəfindən döyülüb yolun kənarına atılanı xidmət edirdi ona. В Евангелии от Луки написано, что он видел этого страдающего человека, которого избили разбойники, и он его даже не знал, а просто послужил ему, помог ему. Sənin qəbul etdiyin məhəbbət bu söz deyil artıq. O praktiki həyatda sən onu tətbiq edirsən. Что вот эта любовь, которую ты принимал, это не просто слова, а это имеет практическое применение в жизни. Artıq sənin həyatında fundamental dəyişikliklər başlayır. И уже в твоей жизни начинаются фундаментальные изменения. İman artıq daxilə deyil, zahirə tərəf yönəlməyə başlayır. И вера уже направляется не вовнутрь, а вовне. Sən nəsə gözləmirsən, amma hazırsan ki, verəsən. Ты nичего не ожидаешь, но готов отдать. Kimsə səndən xahiş edir, necə İsa deyirdi, 1 mil getmək istəyənlə 2 mil gedir. Yəni paltarını istəyən daha çox vergilir. Bu nə vaxt olur? Если кто-то просит, то, как говорит Иисус, если кто просит пройти с тобой милю, пройди с ним 2. Если кто просит верхнюю одежду, то дай ему и другую. Bu bir dəfəyə Когда olmur. это происходит? Bu birdən olmur. Это не происходит Bu həmin за o раз. həyatdır ki, biz imanlı keçir yavaş-yavaş, mərhələ-mərhələ. Это как раз происходит, когда мы проходим по вере этап за этапом. Və nə qədər sən Rəbb üçün açıqsansa, nə qədər o gündəlik qərar vermək istəyirsən ki, Rəbbin ardınca gedəcək, sənin həyatında daha tez o proses baş verəcək. И то, naсколько ты открыт для Бога, идти за Ним каждый день, будет определять, как быстро будет идти прогресс в твоей жизни. Sən bağışlaya bilirsən. Ты можешь прощать. Çoxlarımız üçün bu çətindir, elə deyil. Для многих из нас это трудно. Bu bir bəladır bəlkə də xristian. Возможно, это Ki, imanlılar
большая Baxmayaraq ki, bu проблема əmri в alıblar ki, христианстве. bağışlayın, amma bunu praktik olaraq yerinə yetirmək asan şey deyil. Nесмотря на то, что мы получаем эту заповедь прощать, но практически это трудно выполнить. Bu o vaxt yaranır ki, nə vaxt sən artıq Məsihlə gəzişdəsən. И это происходит тогда, когда ты в хождении Sən со bunu Христом. istəyirsən, sən bunu öyrənmək istəyirsən. Ты хочешь научиться этому. İstəyirsən ki, həmin o müqəddəs ruh səndə bunu yaratsın, hasil etsin. Хочешь, чтобы Святой Дух создал это в Onunla тебе. əməkdaşlıq eləməyə hazırsan. И ты готов сотрудничать с Və ним. budur. Səni bağışlamaya, səndən üzr istəməyən kəs sən gedib bağışlayırsan. И вот ты готов идти прощать того, кто даже сам не извинялся Efeslər первым. 4:32 deyir. Ефесянам 4:32. Məsih sizi necə bağışladırsa, elə bağışlayın. Прощайте, как Христос простил вас. Sən artıq hazırsan maliyyəvi də verəsən, И ты готов отдать vaxtını da verəsən, enerjini də verəsən. и свои финансы, и свое время, и свою Qarşılığını da heç энергию. nə almağı bilirsən ki, almayacaqsan. И ты знаешь, что Hemen не nasıl получишь verirsen. ничего, и это безвозмездно. Üçüncü mərhələdə sən maraqlı idin ki, sənin etdiklərini kimsə görsün. На третьем этапе ты был заинтересован в том, чтобы кто-то увидел, как ты это делаешь. Beşinci mərhələdə sən yenə də edirsən, amma heç bir marağın yox. На пятом этапе ты все еще делаешь это, но ты уже не заинтересован в том, чтобы кто-то Yetkinlik, bu увидел. yetkinliyin əlaməti. И это признак зрелости. İsa Məsih yazı deyir Mark 10:45-də insanoğlu gəlmədi ki, ona xidmət etsinlər, amma gəldi ki, o xidmət etsin. Забреситесь. Иисус в Марк 10:45 говорит, что Сын Человеческий не для того пришел, чтобы Ему служили, но чтобы Сам послужить. Və elə bir sənin həyatında sual dəyişir. Sən demirsən ki, bundan mənim qazancım nədir, amma əksinə sən deyirsən ki, mən nə verə bilərəm? И вот этот вопрос в твоей жизни меняется. Ты больше не задаешь вопрос, в чем моя выгода, а задаешь вопрос, что я могу дать. Qayıdırıq yenə də Yaqub 2:17-yə onunla başladıq da. И возвращаемся к Иакова 2:17, с Yenə которого deyir мы orada начали, iman əməlsiz ölüdür. что вера без дел мертва. Artıq sən 5-ci mərhələdə bunu dərk edirsən. И вот на пятом уровне ты понимаешь это. Sən başa düşürsən Осознаешь. ki, sənin həyatın, sənin imanın artıq ölü iman deyil. Çünki sən fokuslanmamısan özünə, sən fokuslanmısan başqalarına. Ты осознаешь, что твоя жизнь, твоя вера, она не мертвая, потому что ты сфокусирован на других. Və bu əsl qurban tələb edən bir xidmətdir dostlar. И это служение, требующее настоящую жертву. Və bu əsl imanı sübut edir. И это доказывает настоящую веру. Siz deyə bilərsiniz ki, yəqin ki, bu imanlı üçün ən son mərhələdir, daha yetişdi də, daha pik nöqtəsidir. И вы могли бы сказать, возможно, это пик для верующего. Amma yox, Но нет, daha 2 dənəsi var. есть еще два уровня. 6-cı mərhələ. Шестой. Bu mərhələni biz adlandıra bilərik şəhadət verən şahid. Мы можем его назвать свидетельствующим или свидетелем. O deməkdir ki, artıq indi sənin imanın başqalarına başlayır təsir etməyə. Это значит, что твоя вера уже начинает влиять на других. Həvalən işlər 1-ci fəslin 8-ci ayəsində İsa Məsih deyirdi ki, mənim şahidlərim olacaqsınız. Деяния апостолов 1:8 Иисус говорит, что вы будете мне свидетелями. Biz buna geniş perspektivlə baxa bilərik. Мы можем посмотреть на это в широкой перспективе. Bəli, müjdəçilik işində biz Məsihin şahidləri ola bilərik. Да, İnsanlar üçün. мы можем быть свидетелями Иисусу в деле евангелизации, Eləcə də iman həyatımızda biz başqaları üçün gözəl şahid ola bilərik. Elə deyil. но также мы можем быть прекрасными свидетелями в своей жизни веры. Ki, mənim imanım ölü deyil artıq. Mən həmin o yaşayıram o imanı və bu iman indi artıq təsir edir başqalarına. Mən bunu şəhadət kimi edirəm. Теперь моя вера не мертва, и она живет, она действует, и это свидетельствует другим. Baxın, Həvalələrin işlərin 2-ci fəslində Pyotr yadınızdadır. O Pyotr ki, qorxurdu İsa'nı tanıdığını etiraf etsin. 3 dəfə inkar etdi onu, düzdür? И тот Петр, который боялся исповедовать, что он ученик Христа, трижды отрекся от него, в Деяния 2 главе. Pentekost günündə nə edirdi? Что он делает на дне Пятидесятницы? O qədər insanın qabağına çıxır, cəsarət, həmin o Pyotr
qorxaq Pyotr indi cəsarətlə çıxır. Тот же самый трусливый Петр İmanlı şəhadət edir. выходит перед огромным количеством людей и свидетельствует İman paylaşılır bu verой. mərhələdə dostlar. И вера разглашается на этом Bizim уровне. imanımız paylanılır başqa insanlara. Эта вера раздается людям. İman artıq gizli təcrübə deyil. И теперь эта вера не скрытый опыт. Düzdür, sən ucadan danışmırsan, Да, возможно, ты не говоришь громко, amma həyat tərzin o qədər fərqlidir ki, но твой образ жизни настолько поменялся. ola bilər, mümkündür. İnsanlar soruşsunlar, bəlkə səndən, bəlkə kənardan ki, bu insan həyatında nə baş verir, o necə çətinliklərin öhdəsindən gələ bilir. İnanılmaz bir həyatı var bu adamın. Что возможно, что люди вокруг тебя будут замечать это и спрашивать, что же происходит в жизни этого человека, что он так справляется с Necə bu трудностями, qədər sakitdir bu adam. как он может оставаться так спокоен. Və eləcə də Yaduzada İsa Məsih deyirdi ki, Yəhya 15:8-də deyirdi ki, ataya izzət gəlməsi üçün siz məndə qalmalısınız və məndə qalsanız çoxlu bəhrə olacaq. И если помните, Иисус в Иоанна 15:8 говорит, тем прославится Отец мой, если вы принесете много плода и будете моими учениками. Biz istəyirik ki, biz Məsihdə qalaq. Если Məsihlə прибудем qalaq. в нем, Məsihlə хотим ünsiyyətdə qalaq. пребывать со Христом и в общении со Çox Христом. şeylər var ki, bizim Məsihlə olan ünsiyyətimizi qırmaq istəyir. Есть много всего, что хочет разрушить наше общение со Христом. Amma biz başa düşürük ki, bizə çox vacibdir ki, orada qalaq. Но Bu bir мы həyat tərzi. понимаем, что это очень важно оставаться там. Eləcə də çoxları bu mərhələyə qorxuya görə gəlib çıxa bilmir. И также многие приходят к этому уровню из-за страха. Не приходит. Не приходят из-за страха. Niyə? Çünki qorxur ki, o elə bir səviyyəyə gəlib çatanda sən rədd olunacaqsan. Потому что люди боятся, что если я dойду до этого уровня, то меня отвергнут. Pyotr ona görə qorxdu ki, Pyotr da rədd olunacaq, onu da cəza gözləyəcək, düzdür? И, возможно, Петр из-за этого также испугался, что Ki его sənə etiket отвергнут, vuracaqlar, и его xristiyan. будет ожидать клеймо христианина, и его накажут. Bir Yəhya 4:8 deyir ki, mükəmməl sevgi qorxunu qovur. 1 Иоанна 4:8 написано, что совершенная любовь изгоняет страх. Məsihin sevgisi, daxilimizdə olan sevgi bizim daxilimizdən o lazımsız qorxunu qovur. Любовь Христа изгоняет страх, ненужный страх из нашего сердца. Necə olur bu? O vaxt ki, sən Məsihdə qalırsan. Как это происходит? Это происходит тогда, когда ты остаешься Və во nəhayət Христе. bu səni gətirir sonuncu, 7-ci mərhələyə. И, наконец, это приводит тебя к последнему, 7-му Və этапу. bu mərhələni belə adlandıra bilərik, təslim olmaq. Это можно назвать сдаться. Deməli, artıq Məsih mərkəzdədir. И теперь Христос в центре. Pavelin həyatı gözəl bir nümunə idi. Жизнь Павла была прекрасным примером. Biz bilirik Pavel iman etməmişdən qabaq necə oldu. Мы знаем, каким был Павел до того, как uверовал. Amma biz sonra görürük onun həyatı tamamilə dəyişir. Но мы дальше видим, как сильно меняется его жизнь. Artıq özü üçün yaşamırdı, artıq Məsih üçün yaşayır. И теперь он жил не для себя, но для Христа. Həyatı tamamilə Məsihə aid idi. И его жизнь полностью относилась к Eşidirsiniz, Христу. Pavel gözəl nümunədir. Onun həyatını biz oxuyanda qısa həyatı olur, uzun həyatı olmuyor. Павел прекрасный пример. И когда мы читаем о его жизни, видим, что у него была короткая жизнь. Doğrudan onun dediyi sözlər boş sözlər deyil. O nə yaşayırdı onu da deyirdi. И действительно, его слова не были пустыми. Он жил так же, как говорил. Filiplər 1:21-də deyirdi ki, mənim üçün yaşamaq Məsih. Филиппийцам 1:21 написано, что для меня жизнь Христос. Qalatlar 2:20-də deyirdi, artıq mən yox, Məsih yaşayır. В Галатам 2:20 написано, что более не я живу, но Христос. Bu ən demək olar ki, ən güclü səviyyədir dostlar. И это самый высший уровень, друзья. Ola bilər kənardan hər şey belə necə deyim, parlaq görünməsin. Возможно, что со стороны не все будет выглядеть так блестяще. O demək deyil ki, sən məşhur bir kəs olacaqsan, məşhur pastor və
da bilmirəm kim olacaqsan. Это не значит, что ты станешь очень известной личностью или Əksinə, известным bu пастором. o olacaq ki, sən ümumiyyətlə yoxsan. Sən ümumiyyətlə yoxsan. Sən Но həmin наоборот mənbədə случится tamamilə то, что ты, əriyirsən. тебя просто не станет. Səndə Ты artıq Məsih растворяешься. görünməyə başlayır. И теперь тебе начинает быть виден Христос. Artıq çalışmırsan ki, o necə deyirlər, daha yaxşı, daha intizamlı həyat sürüm. И теперь ты не стараешься жить более дисциплинированную жизнь. Amma artıq bu sənin həyatın, Məsih sənin həyatının vacib hissəsidir. Sən artıq istər-istəməz belə yaşayırsan. Теперь это просто твоя жизнь. И Христос часть твоей жизни, и ты живешь так, потому что это жизнь. Başqa cür desək, artıq sən öz həyatının qəhrəmanı deyilsən, özün. Если сказать иначе, то ты больше не главный герой своей жизни. Nə bu həyatda olan əziyyətlər, nə yaxud da nə ki, bəlkə sənə şərəf gətirirdi, səni tərifləyirdi, artıq bu sizi sarsıtmır. Ни страдания в этой жизни, ни вещи, которые приносили тебе славу раньше, они больше не влияют на тебя и не колеблют тебя. Çünki artıq idarə etmə səndə deyil, Allahdadır. Потому что больше управления не у тебя, а у Бога. Romalar 8:10 Римлянам 8:10. Deyir ki, əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölür, ruhunuz isə salihlik səbəbindən diridir. Если Христос в вас, то тело мертво для греха, но дух жив для праведности. Bu Pavelin həyatı dediyim kimi, bu 3 ayə Qalatlar 2:20, Filippilər 1:21, yəni bunlar çox vacib olur sənin həyatında. И это жизнь Павла. Галатам 2:20, Филиппийцам 1:21. Это становится очень важным в твоей жизни. Və burada çox aydın deməliyik dostlar. И здесь мы должны очень ясно Bütün bu проговорить, mərhələlər bizim xilasımızı müəyyən etmir. что все эти этапы не определяют наше спасение Bu bizim xilasımızı da sübut etmir. и даже не доказывают наше спасение. Bunlar sadəcə şagirdlik mərhələləridir. Это этапы ученичества. Bunlar itayət yoludur. Это pуть послушания. 1 Korinfilər 3:15 biz artıq bitiririk. 1 Korinfilər 3:15. 1 Коринфянам 3:15 мы уже Yazıdır завершаем. ki, əgər sənin işin yanarsa, sən zərər çəkəcəksən. Bir kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki o içindən keçərək. А у кого дело сгорит, тот потерпит урон. Впрочем, сам спасется, но так, как бы из огня. Bu ayələr bizim üçün bir xəbərdarlıq kimi qoyulur. Эти стихи оставлены для нас как Ki, sən imanla предупреждение, həyatına barmaq arası baxmayasan. чтобы ты не смотрел на свою верующую жизнь сквозь пальцы. İmanlı həyatı gözəl bir həyat. Жизнь веры прекрасная Ondan жизнь, doğrudan da həzz almaq lazım. и ею нужно наслаждаться. İsa Məsih hələ belə demədi ki, gəldim ki, sizin həyatınız bol həyatınız olsun. Иисус не просто сказал, что я пришел, чтобы вы имели жизнь с избытком. Təəssüf ki, çox vaxt imanlılar bu həzzi görmürlər. К сожалению, часто верующие не видят это наслаждение. Bayaq dediyimiz kimi iman nöqtəsini finish kimi görürlər. O vaxt ki, o startdır. И, как мы отметили ранее, они часто видят точку веры как финишную черту, а не старт. Eləcə də 2 Korinfilər 13:5 deyir ki, özünüzü yoxlayın. Также 2 Коринфянам 13:5 написано, что испытывайте себя. Görün iman yolundasınızmı? Верили вы? Bunun bizə xilasımıza aidiyyəti yoxdur. Это не относится к нашему спасению. Amma sən həqiqətən də o iman həyatını yaşayırsanmı? Həyatın dəyişilirmi? Живешь ли ты действительно эту жизнь веры и меняется ли твоя жизнь? Sınavlar həyatına gələndə sən onlardan Məsihlə birlikdə keçə bilirsənmi? Когда испытания приходят в твою жизнь, можешь ли ты проходить через них с Ona Христом? görə Yəhya 15-də İsa deyir, məndə qal. Поэтому Иоанна 15 Иисус говорит: оставайтесь во мне. Və biz sizinlə kiçik addımlar atırıq dostlar. И мы с вами По делаем bu yolda. маленькие шажки на этой дороге, Bu друзья. xristian həyatında kiçik addımlar atırıq. Мы делаем маленькие Dua, шаги на müqəddəs yazını araşdırmaq, этой жизни христианской. kiməsə bir nəfərə xidmət et, Жизнь молитвы, bir nəfərlə imanını paylaş. поделиться с кем-нибудь, Yəni özünə fokuslanma, insanlara diqqət et. послужить кому-нибудь.
Və bu И kiçik addımlar sənin больше həyatında твой böyük фокус dəyişikliklər eləyəcək. не на себе, а на других. И эти маленькие шаги сделают огромные Və изменения. sonda bunu deyə bilərəm, yenə də xilas bu, iman xilas bu bir qapıdır ki, açılır sənin üçün. И в конце могу отметить, что спасение – это дверь, которая открывается для O тебя. istəmir səni qapıda saxlasın. И он не хочет оставлять тебя Sən у çağırır. дверей. Çağırır ki, böyüyəsən, Зовет тебя внутрь, чтобы расти, xidmət edəsən, чтобы служить, onun şahidi olasan, чтобы быть его свидетелем, ona təslim olasan. чтобы сдаться ему. Amin. Gəlin dua edək Аминь. dostlar. Давайте помолимся, друзья. Rəbb sən Məsih minnətdarıq sənə. Господь Иисус, мы благодарим Тебя. Minnətdarıq ki, bizə xilas vermisən. Благодарим Тебя за спасение. Biz özümüz bunu qazana bilməzdik. Rəbb. Мы не могли его заработать сами. Eyni vaxtda da minnətdarıq ki, bizi dəyişmək istəyirsən. Также мы благодарны, что Ты хочешь нас изменить. Dua edirik ki, bizə kömək edəsən. Молимся, чтобы Ты помог нам, İmanımız canlı olsun, чтобы naша вера была живой, aktiv olsun, была активной, sənə tərəf yönəlmiş olsun. была направлена к Тебе. Əgər kimsə bizi dinləyir Если кто-то слушает və нас heç vaxt baxır, heç vaxt İsa Məsihi öz həyatına qəbul etməyibsə, и никогда не принимал Христа в свою жизнь, bilin ki, İsa Məsih sizin günahlarınızı görə qurban gedir. знайте, что Иисус умер за ваши грехи, Çünki Allah sizi çox sevir. потому что Бог любит вас. Sizə lazım deyil fikirləşmək ki, siz günahlar üçün nə edə bilərsiniz ki, xilas olasınız. И вам не нужно думать о том, что можно сделать для грехов, чтобы спастись. Əslində heç nə edə bilməzsiniz. На самом деле nичего Bu нельзя həyatda сделать. heç nə yoxdur ki, siz onu edə bilərsiniz və deyə bilərsiniz ki, vəssalam, mən bütün günahlarımdan xilas olmuşam. Нет ничего в этой жизни, что можно сделать и сказать, что вот я избавился от всех своих грехов. Amma müqəddəs yazı deyir ki, İsa Məsihin verildiyi qurbana iman edən kəs keçmiş, indiki, gələcək bütün günahlarından azad olur. Но Святое Писание говорит, что верующий в жертву Христа освобождается от своих грехов в прошлом, нынешнем и в будущем. Siz bunu indi edə bilərsiniz. И вы можете сделать это Öz сейчас. otağınızda, hardasınızsa bu dəqiqə, В öz своей evinizdə deyil. комнате или где бы вы сейчас ни были. Рад Просто мен скажите у günahkar себя в insanım. сердце: Господь, я грешный человек. Bağışla məni, Прости меня. xilas et məni. Спаси меня. Gəl mənim həyatıma, Приди в мою жизнь. keç mənim günahlarımı. Прости мои İnanıram грехи. sənə. Я верю в Тебя. İnanıram ki, sən Rəbsən, Я верю, что Ты Господь. sən xilaskarsan. Ты Спаситель. Əgər bu sözləri dedinizsə, Если вы сказали эти слова, müqəddəs yazı deyir ki, doğrusunu yəni iman edən əbədi həyata malik olacaq. то Святое Писание говорит: истинно, истинно говорю вам, верующие imеют жизнь Və bu вечную. Allahın vədidir. И это обетование Bunu mən Бога. demirəm, bunu Allahın sözüdür. Это говорю не я, это говорит Ya Божье 6:47 Слово. deyir. Это Иоанна 6:47. Əgər bunu etdinizsə, Если вы iman сделали это, etdinizsə, если вы уверовали, onda sizi təbrik edirik. то поздравляем вас. Qoy Rəbb sizə xeyir dua versin. Пусть Бог благословит вас. Müqəddəs ruh dua edirəm o insanlar üçün ki, bu sözü eşidib xilas olacaq. Святой Дух, я молюсь за этих людей, которые услышат это Слово и будут спасены. Xeyir dua ver onlara, Благослови их, imanlarını artır. умножь их веру.